Gülçin Aslanlı vitraj rəssamıdır. Vitraj sənəti ilə məşğulam. Vitraj özü şüşə üzərində bir sənətdir. Bu şüşələr həm qabların üzərində ola bilər, həm də pəncərə və ya qapı şüşələri üzərində və ya tavan üzərində ola bilər. Vitrajın bir çox növləri var. Mən qabların üzərində bunlarla məşğul oluram. Daha çox çay dəstgahları üzərində, belə deyim, armudlu stəkanlar və onların ləpə qabları olsun, konfet qabları olsun. Ümumilikdə bir çay dəstgahı və hər biri milli olur. Bunlar üzərində belə deyim, milli atributlarımız həm Qarabağ mövzusu ola bilər, həm ümumiyyətlə bizim milli belə deyim, buta ola bilər, nar ola bilər. Bunun kimi atributlarla üzərinə işləyirəm. Ümumiyyətlə işlədiyim bütün işlər hər biri özünə məxsusdur. Dizaynını sıfırdan özüm yığıram. Heç bir dizaynı hardansa götürmürəm və belə deyim, türklər deyir esinlənmək. Heç birisindən esinlənmirəm. Sırf sıfırdan özüm yaradıram və hər bir kolleksiyanın da öz adı var. Artıq hər bir kolleksiya belə deyim, bu işi sevənlər tərəfindən tanınıbdır və bunların içərisində Xarı bülbül ən çox sevilən, belə deyərdim ki, şahəsərimdir. Xeyr, mən bir çox müsahibələrdə də bunu qeyd eləmişəm. Mən özüm turizmi bitirmişəm. Ukraynada təhsil almışam, Xarkov şəhərində. Və belə deyim, bitirdiyim o ali təhsillə əslində hal-hazırda gördüyüm işin heç bir əlaqəsi yoxdur. Ancaq uşaq yaşlarımdan hər zaman rəssamlığa sevgim olubdu və belə deyim, qeyri-professional məşğul olmuşam. Vitraja da başlayanda düzdür, mənəvi dəstək və belə deyim, bəzi yol göstərənim olub. Məsələn, Əli Şəmsi var, rəssam, tanınmış rəssam. Onun xətrini çox istəyirəm və mən ilk başlayanda ilk işlərimi ona göstərirdim və hər zaman mənə belə deyim, dəstək olurdu ki, məsələn, burada bu işləri deyək ki, səhv eləmisən, gələn dəfə bunları düzəldə bilərsən və ya burada bu rəngləri dəyişə bilərsən. Bu cür dəstək kimi bəli olub, ancaq sırf müəllimim olmayıb. Mənəvi dəstək hər zaman atam olubdu. O mənim bütün belə deyim, gördüyüm işləri öncədən həmişə atamla məsləhətləşirəm, ona danışıram və həm mənəvi, həm də belə deyim, bu işlərin hazırlanma prosesində təbii ki, bunun belə deyim, o kamera arxası var. Hər hansı bir ləvazimatların alınmasıdır, harasa getməkdir və yeni ləvazimatlar seçməkdir, işin ərsəyə gəlməsidir. Bunlarda hər birində atam çox yaxından belə deyim, iştirak edir, köməklik edir. Bu hər zaman mənim içərisindən belə deyim, o istədiyim bir iş olubdur ki, mənim öz işim olsun, sahibkar xanım olum, sıfırdan özümün əməklə belə deyim, yaratdığım bir iş olsun və 6 il bundan öncə bu işi yaratmaq qərarına gəldim. İlk öncə başlayanda daha çox həvəskar olaraq başlamışdım. Bu işin buralara qədər gələcəyini, bunu sırf biznesimə çöndərəcəyimi düşünmürdüm. Ancaq müddət keçdikcə artıq işi həm o qədər çox sevməyə başladım, həm də bu işin belə deyim, biznes tərəfini də görməyə başladım ki, mən bunu markalaşdıra bilərəm və bunu öz adım altında markalaşdırmağı düşündüm. Gülçin Aslanlı markasını yaratdım və 6 ildir ki, artıq professional olaraq bu işlə məşğul oluram və bugünə qədər bir çox istər dövlət, istərsə də özəl qurumlardan korporativ sifarişlər qəbul eləmişəm. Mən özümü uğurlu qadın hesab eləyirəm. Deyərdim ki, bilmirəm, bunu daha çox şəxsi mi sual verirsiniz, yoxsa sırf işlə mi bağlı? Ümumiyyətlə, uğurlu qadın hesab eləyirəm, bəli, özümü. Uğurumu öz gücümdə və inadkarlığımda. Bir işi əgər öz qarşıma, belə deyim, məqsəd olaraq qoyuramsa, mütləq o məqsədimə çatıram. Biraz çətin sual oldu. Bunu heç vaxt düşünməmişdim. Hər halda asan olmayıb. Yəni, bu 6 ildə bu işi buralara gətirmək həm iş baxımından, həm öz həyatım baxımından asan yollar keçməmişəm. Və bunu yəqin ki, uzun və məşəqqətli yol kimi də seçə bilərdim adını. Güclü qadının hekayəsi.
İdeal qadın deyəndə məncə həyatda ümumiyyətlə ideal insan yoxdur. Sadəcə bu ideal gördüyümüz kimi çərçivə var, ona yaxın ola bilər. Amma sırf ideal qadın deyə bir düşüncə yoxdur. Ancaq mənim üçün o ideallıq ondan ibarətdir ki, həm işində, belə deyim, karyerasında, həm öz duruşunda, həm öz danışığında, həm şəxsi həyatında, hər bir belə deyim, gördüyü işdə onu ləyaqətlə yerinə yetirən və heç bir işdə büdrəməyən və özünə inanan qadındır. Dostluqda sona qədərəm. Çox dostum yoxdur. Çox belə deyim, az sayda dostlarım var və onlara qarşı da hər zaman çalışıram ki, diqqətli olum və hər zaman insanlardan da təbii ki, diqqət göstərdiyim, sevdiyim insanlardan da bunu gözləyirəm. Mənə ən doğma gələn və ən sevdiyim işim, belə deyərdim, şah əsərim Xarı Bülbüldür. Bu daha çox həm də Qarabağ mövzusuna aid olduğu üçün mənə bəlkə də yaxındır. Çünki özümdə bir Qarabağlı kimi bu mövzu məni hər zaman özünə çəkibdi və bu mənim bu mövzuda ilk işim olubdu. Bundan sonra da təbii ki, bir çox işlər planlaşdırıram sırf Qarabağ mövzusunda. Ancaq ilk ən sevdiyim işim şah əsərim Xarı Bülbül. Bu 6 ildə təbii ki, belə deyim, geriyə baxsaq, ilk öncə işlədiyim işlərlə təbii ki, indiki işlər arasında çox böyük fərq var və günü-gündən bunu daha da mükəmməlləşdirməyə çalışıram və buna görə belə deyim, bu günə qədər sərgi etməmişəm, çünki hələ düşünmüşəm ki, hələ ki vaxt var. Ancaq artıq bu il buna ciddi hazırlaşıram və belə deyim, qış aylarında düşünürəm ki, artıq fərdi ilk sərgimi eləyim və bu günə qədər ən belə deyim, uğurlu alınan və sırf belə deyim, sərgim üçün hazırladığım işlər də var ki, hansı ki, o işləri indiyə qədər heç bir belə deyim, nə sosial şəbəkədə, nə efirlərdə çıxartmamışam üzə. Çünki onları sırf ilk sərgim üçün planlaşdırıram insanlar arasında belə deyim, təqdim etməyi. Hansı ki, o işlər elə işlər var ki, hardasa 4-5 il öncə işlədiyim işlərdir və onları bu il fərdi sərgimdə üzə çıxardacağam. Bu sənətdə ümumiyyətlə bir çox təbii ki, rəssamlar var, vitraj rəssamları və onlara demək istəyərdim ki, hər kəsin məncə öz dəsti xətti olsaydı, bu çox gözəl olardı. Çünki hər zaman bu illər ərzində çalışmışam ki, öz dəsti xəttimi qoyum və mənim işlərimi görən insanlar desinlər ki, bəli, bu Gülçin Aslanlının işləridir. Və istəyərdim ki, onların da öz dəsti xətti olsun. Çünki bir çox rəssamlarda öz işlərimin, belə deyim, o kopyalarını görürəm. Hansı ki, o da təbii ki, xoş deyil. Çünki mənim özümə də bir çox sifarişlər gəlir ki, hansı ki, məsələn, bu dizaynlarda işləyərsiniz. Mən əsla belə bir sifarişi qəbul etmirəm. Bunu müştərilər də bilirlər artıq indiyə qədər işlədiyim, bütün belə deyim, əməkdaşlıq etdiyim, daha doğrusu insanlar bunları bilirlər ki, mən heç vaxt kopya işlər işləmirəm. Yalnız öz dizaynımı və ola bilsin ki, məsələn, məndə olmayan hər hansı bir mövzunu təklif edə bilərlər. O mövzu ətrafında düşünüb yeni bir dizayn yaradıram və bu istiqamətdə çalışıram. Ən böyük ağır itkim anamın rəhmətə getməsi olubdu. O mənim üçün həyatda ən böyük itki olmuşdu 22 yaşımda. 6 il bundan öncə, hansı ki, işimə də başladığım, belə deyim, vaxtlara təsadüf edir. O itki, belə deyim, məni hər hansı bir işlə məşğul olmağa yönəltdi ki, belə deyim, o depressiyadan çıxım və belə deyirlər, o hər şərin içərisinə bir xeyir olduğu kimi və bunun da içərisindən, belə deyim, dimdik ayağa qalxdım öz işimlə və bu günə qədər də bu iş məni ayaqda tutur. Azərbaycan qadını düşünürəm ki, güclü qadındır. İstər, belə deyim, ailə həyatında, istər analıqda, istər bir ideal həyat yoldaşı kimi, istər iş kimi və belə də davam eləməyini istəyərdim. Mən öncəliklə sizə təşəkkür edirəm. Sizə və belə deyim, o sizin komandanıza əziyyət çəkmisiniz, gəlmisiniz və vaxtınızı ayırdınız. Belə bir gözəl müsahibə oldu, hansı ki, mənim çox ürəyimcə oldu. Çox gözəl suallar idi. Hər bir sualın öz yeri oldu mənim üçün. Öz minnətdarlığımı bildirirəm və sizə bu yolda böyük uğurlar arzu edirəm. İnşallah ki, hər şey ürəyinizcə olar.
Özümə isə demək istədiyim elə sükanı belə də saxla. Bu. Yaxşı oldu. Belə də davam. Elə onu elə bir şey. Belə də davam.